tək bizim hospital üçün, şəxsən mənim üçün deyil, ölkəmiz üçün çox uğurlu və ciddi bir addım atıldı. Bizim səhiyyə tariximizin yeni bir səhifəsi açıldı. Ondan ibarət idi ki, tək ölkəmizdə deyil, Cənubi Qafqazda, Qafqaz regionunda ilk dəfə bizim ölkəmizdə meyid orqanından alınaraq qaraciyər transplantasiyası əməliyyatı icra olundu. Yəni illərdə xəyalını qurduğumuz meyid orqanından istifadə edərək bir şəxs həyata qayıtdığında qaraciyər transplantasiyası oldu. Bu bizim səhiyyəmizin uğuru oldu. Bu ölkə səhiyyəsinin regionda transplantasiya sahəsində də lider olduğunun bir daha sübutu oldu. Və bu əməliyyat icra olunaraq xəstə sağlamlığına qovuşdu. Hansı ki, həmin xəstəmiz təqribən bir ildən çox idi ki, bizə müraciət eləmişdi və onun donor olmadığından, gənc qızdır, gənc xanımdır, donor olmadığından qaraciyər transplantasiya oluna bilmirdi və gözləmə siyahısında gözləyirdi. Anidən ölkəmizdə kliniki tibbi mərkəzdə beyin ölümü həyata keçmiş şəxs orqanların bağışlaması ilə bu əməliyyat həyata keçirildi. Əslində, bu bizim üçün ilk idi və çox da həyəcanlı bir hal idi. Biz həmin günü rutin planlı şəkildə icra olunan qaraciyər transplantasiya əməliyyatındaydıq. Birdən koordinasiya mərkəzindən bizə xəbər gəldi ki, kliniki tibbi mərkəzdə beyin ölümü baş verən bir xəstə var və ailəsi onun orqanlarını bağışlayıb və bizim xəstəyə transplantasiya olunacaq. Gözləmə siyahısında ilk xəstə olduğuna görə. Bu çox bizim üçün həyəcanlı və qürur verici bir hadisə idi. Eyni zamanda ciddi bir məsuliyyətli bir hadisə idi. Biz elə əməliyyat elədiyimiz planlı xəstəmizi əməliyyatını davam etdirə-etdirə bir tərəfdən də siyahıdan uyğun xəstənin axtarışına, arayışına başladıq və təbii ki, əməliyyatı müvəffəqiyyətli şəkildə sonlandırdıq və bu xəstəmiz üçün, çıxan donor üçün uyğun bir xəstənin arayışındaydıq. Bu arada həmin orqanı bağışlanmış, beyin ölümü həyata keçirmiş şəxsin, yəni meyid orqanı ambulans vasitəsilə bizim xəstəxanaya təxliyə olundu, əməliyyatxanaya alıb onun hədiyyə etdiyi qaraciyər orqanı əməliyyat yolu ilə çıxardıq və orqan qoruyucu məhlulda orqanı gözləməyə başladı. Bu arada 5 uyğun gələ biləcək olan xəstə çağırıldı. Bunlardan Balakəndən, Ağdaşdan, Bakıdan, Sumqayıtdan olan xəstələr idi. Xəstələr gəldi. Gəlincə sürətli və operativ bir şəkildə həmin xəstələrin müayinəsi aparıldı. Hansı xəstənin daha uyğun olacağı qərarı verildi və nəhayət bəhs etdiyimiz xəstəmizə, gənc xəstəmiz daha uyğun oldu və həmin günü gecə saat 2-də ölkəmiz üçün, səhiyyəmiz üçün bir ilk olan qürurlu və şərəfli bir tarixin başlanğıcı yazıldı. Bizlər tərəfindən, hospitalımız tərəfindən, bizim səhiyyəmiz tərəfindən və həmin gənc xəstəyə qaraciyər transplantasiya olundu. Əməliyyat uğurla bitdi, müvəffəqiyyətli bir şəkildə bitdi. Hal-hazırda da xəstə özünü qənaətbəxş hiss edir. Düşünürəm ki, bu ilk addımdır və yeni bir səhifə açıldı və bu addımda bu hadisə davamlı olacaq. Xəstəxanalarımızda beyin ölümü həyata keçirmiş insanlar qohumları tərəfindən orqanları bağışlanacaq və orqan siyahısında gözləyən, orqan transplantasiyasına ehtiyacı olan xəstələrə bir ümid işığı olacaq, bir nicat olacaq. Hansı ki, bu insanların orqanlara ehtiyacı var, əməliyyat oluna bilmirlər. Bu yolla onlar da öz sağlamlıqlarına qovuşa biləcəklər. Mən özümüzü də, hamımızı da orqan bağışlanması üçün dəstək verməyimizə və bu işdə insanlarımızı təşviq eləməyimizə çağırıram. Çünki bizim o dünyada deyil, bu dünyada orqanlara ehtiyacımız var və bu ehtiyacı qarşılayaraq orqan köçürülməsinə ehtiyacı olan xəstələri həyatdan, sağalmadan, həyata qovuşmadan məhrum etməyək.